Buradan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinədir. Siz nə etmək istəyirsiniz, qardaş? Siz bu şəhidlərin qanı bahasına qurulmuş bu dövləti dağıtmaq istəyirsiniz. Sosial şəbəkələrdə yayılan videoda bir vətəndaş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini tənqid edərək taksi sürücülərinin üzləşdiyi problemi gündəmə gətirib. İddiaya görə sürücülər sərnişinləri mindirib düşürərkən bir çox ərazilərdə 80 manat cərimə olunur və 2 bal itirirlər. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Siz bu şəhidlərin qanı bahasına qurulmuş bu dövləti dağıtmaq istəyirsiniz. Siz bu xalqı bu dövlətiniz üstünə qaldırmaq istəyirsiniz. Qardaş, bu boyda sürücülər üsyan edir, fəryad edir. Necə bu aidiyyəti qurumların qarşısına çıxmır bu videolar? Yolun sağını, solunu parking eləyib saatı 70 qəpikdən satırsan. Bu taksi də saxlayan kimi 80 manat 2 bal, 80 manat 2 bal. Absurd deyə taksi şoförünün sərnişini mindirib düşürtməyinə görə cərimə yazmaq absurddur. Taksi şoförünün işi budur. Adam mindirib düşürtmək, buna görə cərimə yazılmaz. Hə, deyəcəksiniz ki, təyin olunmuş yerdə saxlasın. Təyin olunmuş yer 1 kilometr, 2 kilometr ərazi aralıqdadır. Yağışda kimdir bu 1 kilometr, 2 kilometr aralıqda düşüb ünvana gedən? Və yaxud da bunun qucağı uşağı olan var, yükü ağır olan var, xəstə qocası var, əməliyyatda olanı var. Bu qədər olmaz, bu biabırçılıqdır. Ola bilməz ki, bu aidiyyəti qurumların qarşısına çıxmasın bu sürücülərin, şoförlərin fəryadı, üsyanı. Heç bir partiyanın da üzvü deyiləm. Mən zəhmətkeş bir ailə bacısıyam, Azərbaycan vətəndaşıyam. Qardaş, sən mənim balamın ağzının çörəyini, ailəmin ağzının çörəyini necə büdcəyə ötürüb hörmət qazana bilərsən? Sən necə mənim ailəmin, balamın çörəyini öz balana yedizdirə bilərsən? Günahdır ya, haram olar bu. Yerüstü Nəqliyyat Nazirliyi. Baxın, biz taksi şoförləri ümumi istifadəli nəqliyyat vasitəsidir. Biz sizin işçiləriniz sayılırıq. Şərait yaradın. Heç olmasa taksi şoförlərinə stupqa gedin. Güzəştə gedin. Bu taksi şoförü müştəri mindirib, adam mindirib düşürtməlidir. Yoxsa bu necə vergi verə bilər ki? Şərait yaradım. Heç olmasa taksi şoförlərinə də cərimə yazmayın. Nə üçün adam mindirib düşürtmək üstündə 80 manat 2 balı cəriməni başa düşdürməyib, bu cəriməni borc xərc edib verirsən. Bu bal nədir? Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.